Bugün sizlərə iki məhsuldan bəhs edəcəm. İlk öncə billur kremimizdən başlamaq istəyirəm. Nə üçündür? Makyaj altı üçün, yəni əla bir, ideal bir bazadır. Ən çox da quru dərli xanımlar üçün. Tanan istifadə etdiyiniz zaman burun üstü qabıq qoyursa, ağız ətrafı, göz ətrafı topalar yığılırsa, tanan üzün üz dərinizdə belə şor effekti verirsə, bu bazadan mütləq istifadə edin. Daha sonra bizim gündəlik hər bir dəri tipi üçün uyğun olan BB kremimiz. Üzlərinizi vizual olaraq qüsurlardan gizlədir. Yay üçün əla bir seçimdir. Üzlərinizdə heç bir ağırlıq yaratmır. İndi isə gəlin bu iki məhsulu sınayaq. Təbii ki, Faberlic makyaj fırçamızla. İlk öncə bazamızdan istifadə edək. Baxın, bu şəkildədir. Dəriyə çox gözəl anındaca, baxın, necə bir parlaqlıq və nəmlik bəxş edir. Və təbii ki, indi isə keçək bizim BB kremimizə. Baxın, mənim əlimin üstündə də biraz burada yanıqdan ləkə kimi var. İstifadə edək, görək nəticəmiz necədir. Ekrandan nə dərəcədə görsəndiyini bilmirəm, amma bir BB krem üçün ideal bir görünüşdür.